Salam. Bugünkü dərsimiz nuklein turşularıdır. Nuklein turşuları ilk dəfə Mişer tərəfindən ölmüş leykosit hüceyrələrinin nüvəsində kəşf edilmişdir və bundan sonra DNT-yə nüvədə, mitoxondri və plastidlərdə, RNT isə nüvədə, sitoplazmada və ribosomlarda aşkar olunmuşdur və ona verilən ad olduğu kimi qalmışdır. Yəni nuklein turşuları sözün mənası nukleum, latınca nukleus nüvə deməkdir. Nuklein turşuları biopolimerlərdir, iri molekullu təbii üzvü maddələrdir. Bunların monomerləri nükleotidlərdir. Nükleotidlərin hər biri azot əsasından, karbohidratdan və ortofosfat turşusu qalığından ibarətdir. Nuklein turşuları özləri iki cür olur, DNT və RNT. İndi baxaq DNT-nin quruluşuna. DNT-də azot əsası adenin, timin, guanin və sitozindir. Hər birindən bir dənə çəkək. Deməli, adenin, timin, guanin və sitozin. Deməli, hər biri bir nükleotiddir. Nükleotid azot əsasından, karbohidratdan, ortofosfat turşusu qalığından ibarətdir. Deməli, DNT-də 4 növ nükleotid vardır. Bunların karbohidratları dezoksiribozadır. Karbohidratlar oldu dezoksiriboza. Dezoksiriboza C5H10O4-dür. Kimyəvi tərkibi. Dərslikdəki şəkildə bu adenin, timin, guanin, sitozin azot əsaslarının quruluşuna baxaq. Son zamanlar oksigenin sayı ilə əlaqəli məsələlərə rast gəlirik. Ona görə bu fəaliyyətdəki şəkilə diqqət yetirmək lazımdır. RNT-nin azot əsasları verilib və DNT-nin azot əsasları verilib. Baxaq, sitozin hər ikisində eynidir. Sitozində bir dənə oksigen var. Əsasən də oksigenə aid məsələlər qeyd olunur. Bir oksigen var. Guanində də bir oksigen var. Adenində oksigen yoxdur. Urasildə 2 oksigen atomu var. Eləcə də DNT-nin sitozində bir oksigen, guanində bir oksigen, adenində oksigen yoxdur, timində isə 2 dənə oksigen atomu var. Kütlələri timinlə sitozin kiçikdir, timinlə və burada da urasil. Sitozin kiçikdir, guaninlə adenin böyükdür. Deməli, bu fəaliyyət hissəsinə diqqətlə baxmaq məsləhətdir. Deməli, dezoksiribonuklein turşusu əksər hüceyrələrdə irsi məlumatların daşıyıcısı və ötürücüsü hesab olunur və prokaryotlarda DNT olmadığından, nüvə olmadığından DNT sitoplazmada sərbəst yerləşir. Və bunun quruluşuna baxsaq, bir zəncir necə yaranır ona baxaq. Deməli, nükleotidlər arasında birinin fosfat turşusu qalığı ilə digərinin karbohidratı arasında, yəni bunun karbohidratı ilə fosfat turşusu qalığı arasında, karbohidratla fosfat turşusu qalığı arasında, karbohidratla fosfat turşusu qalığı arasında kovalent rabitə yaranır ki, bir zəncir əmələ gəlir. İkinci zəncir isə komplementarlıq prinsipi ilə adeninlə timin arasında 2 qat rabitə, timinlə adenin arasında 2 qat rabitə, guaninlə sitozin arasında 3 qat rabitə, sitozinlə guanin arasında digər hissələrini çəkmirəm, yəni karbohidratın ortofosfatı isə çəkmirəm. Deməli, əgər bir zəncir veribsə, burada gəlin, baxaq, karbohidratla ortofosfat turşusu qalığı arasında olan rabitələri necə soruşa bilərlər?
Əgər desələr ki, bir zəncirin əmələ gəlməsində nükleotidlər arasında, nükleotidlər hər biri ayrıca bir nükleotiddir. Nükleotidlər arasındakı kovalent rabitənin sayı nə qədərdir? Onda N-1 düsturundan istifadə edirik. Məsəl üçün, burada 4 dənə nükleotid var. 1 nükleotid, 2, 3 və 4 nükleotid. Bu 4-ünün arasında 3 dənə kovalent rabitə var. Əgər desə ki, DNT-də bir zəncirində nə qədər karbohidratla orta fosfat turşusu arasında rabitələrin ümumi sayı nə qədərdir? Onda gəlin hesablayaq. Deməli, bu da orta fosfatla karbohidrat arasındadır. Həm nükleotid daxilindədir bu rabitə, həm də nükleotidlər arasında bu rabitə var. Ona görə 4 arasında hesablayaq. 1, 2, 3, 4, 5, 6, 7. N'ni neçə götürmüşdüm? 4. 7-ni almaqdan ötürü nə edirəm? 4-ü vururam 2-yə, çıxıram 1. Yəni 2N çıxaq 1. Bu olur bir zəncirdə olan nükleotidlər ümumi rabitənin sayını desə, yəni bir zəncirdə olan orta fosfat turşusu qalığı ilə karbohidrat arasındakı rabitələrinin cəmini soruşsa, bu düsturdan hesablayacağıq. Əgər DNT molekulu desə, yəni bir zəncir deməsə, DNT molekulu desə, onda bunu 2-yə vurarıq. 4N-2 düsturundan DNT molekulundakı orta fosfat turşusu qalığı ilə karbohidrat arasındakı ümumi rabitələri hesablaya bilərik. DNT molekulu bir-birinə sarılmış 2 polimer zəncirdən ibarətdir və burada 4 növ dedik, azot əsası yerləşir. Adenin, guanin, sitozin və timin azot əsasları. Bunlar komplementarlıq prinsipi ilə, komplementum tamamlama deməkdir latınca. Komplementarlıq prinsipi ilə qeyd etdiyimiz kimi hidrogen rabitələri əmələ gətirirlər. İndi baxaq, adenin nükleotidi kənarda olanda neçə rabitə əmələ gətirə bilər? 2 dənə hidrogen rabitəsi, adenin nükleotidi, sonra aşağıdakından kovalent rabitə. Deməli, kənarda olanda 3 rabitə əmələ gətirər. Rabitə deyəndə ümumilikdə həm hidrogen rabitələri nəzərdə tutulur, həm də kovalent rabitə nəzərdə tutulur. Sitozin ortada olanda, deməli, 3 dənə hidrogen rabitəsi, 1 dənə kovalent rabitə yuxarıda, 1 dənə isə aşağıda, yəni 5 dənə kovalent rabitə əmələ gətirir. Sitozin, guanin ortada olanda 5 rabitə əmələ gətirir. Kənarda olanda isə baxaq, 3 dənə guanin də, sitozin də eynidir. 3 dənə öz qarşısındakı azot əsasından, 1 dənə isə özündən yuxarıdakından rabitə əmələ gətirdiyindən 4 dənə. Deməli, guanin, sitozin kənarda olanda 4 rabitə, ortada olanda isə 5 rabitə əmələ gətirir. Adeninlə timin kənarda olanda 3 rabitə, ortada olanda isə 1, 2 qarşısındakından, 1 dənə yuxarıda, 1 dənə aşağıda 4 dənə rabitə əmələ gətirir. DNT-də hidrogen rabitələrin sayını tapmaq üçün hidrogen rabitəsi bərabərdir. Nükleotidlərin sayı üstəgələk ya guanin və yaxud da sitozinlərin sayına və yaxud da hidrogen rabitəsi bərabərdir 2 adenin üstəgələk 3 guaninlə istifadə edirik. Adenin nisbəti timinə bərabərdir guaninin sitozinə nisbəti. Bu da bərabərdir adenin üstəgələk guanin, bunların nisbəti timin üstəgələk sitozin. Bu bərabərdir 1-ə. Buna çar qraf qaydası deyilir və məsələlərin həllində bu düsturlardan geniş istifadə olunur. İndi isə ribonuklein turşusuna baxaq. RNT deməli, bu da
polinükleotiddir və təbii biopolimerdir. Bunun da monomerləri nükleotidlərdir. Bu bir zəncirlidir DNT-dən fərqli olaraq və burada timin əvəzinə ona oxşar urasil yerləşir. Deməli, adenin, urasil, guanin və sitozin azot əsasından ibarətdir. Və buradakı karbohidrat isə karbohidratı ribozadır. Ribozanın quruluşu, kimyəvi tərkibi C5H10O5-dir. Yəni riboza C5H10O5, dezoksiriboza isə C5H10O4. Bizdən soruşsa ki, DNT-nin adeninli nükleotidi ilə RNT-nin adeninli nükleotidinin kütləsi necə fərqlidir? Deməli, hər ikisində azot əsası olduğundan bunların kütləsi eynidir. Orta fosfat turşusu qalığında kütləsi eynidir. Burada karbohidratlara görə fərqlənirlər. Deməli, DNT-də dezoksiriboza dezoksiribozadır, RNT-də isə ribozadır. Dezoksiribozada bir dənə oksigen azdır. Onda oksigenin də ayırı 16-dır. Deməli, eyni adlı nükleotidlər DNT, RNT-də müqayisə etməkdən ötürü necə qeyd edək? DNT-nin adeninli nükleotidi, tutaq ki, RNT-nin adeninli nükleotidindən 16 qram azdır. Sonra baxaq RNT-nin quruluşuna. Burada eyni nükleotidlər arasında eyni rabitə yaranır. Birinin karbohidratı ilə digərinin orta fosfat turşusu qalığı arasında kovalent rabitə yaranır. Və bunu qeyd edəndən sonra qeyd edim ki, cəmi nə qədər azot əsası var? Cəmi 5 növ azot əsasımız var. Adenin, guanin, sitozin, timin və urasil. Bəs cəmi neçə nükleotid var? 8 növ. Nəyə görə? Çünki DNT-nin adeninli nükleotidi RNT-nin adeninli nükleotidindən karbohidrata görə fərqləndi. Deməli, biz DNT-nin adeninli nükleotidini bir növ, RNT-nin adeninli nükleotidini başqa növ götürürük. Ona görə DNT-də cəmi 4 növ nükleotid, RNT-də də cəmi 4 növ nükleotid oldu və cəmi 8 növ nükleotid, nükleon türkülarında 8 növ nükleotid olur. Və RNT-nin hansı növləri var? Birinci nəqliyyat RNT-si, ribosom RNT-si, nəqliyyat RNT-si və məlumat RNT-si. Ribosom RNT-si ribosomun tərkib hissəsidir. Bunların hər 3 növü DNT-dən sintez olunur. Yəni, məlumat RNT-si, nəqliyyat RNT-si, ribosom RNT-si, eləcə də DNT-nin özü DNT-dən sintez olunur. RNT-nin növlərinə baxaq. Deməli, məlumat RNT-si zulalın ilkin quruluşu haqqındakı məlumatı DNT-dən sintez edir və zulalın sintez edildiyi yerə aparır. Nəqliyyat RNT-si özünə amin turşu birləşdirir və həmin amin turşuları zulalların sintez olduğu yerə daşıyır, yəni ribosoma daşıyır. Ribosom RNT-si isə ribosomun əsas tərkib hissəsidir. Yəni, hər 3 RNT zulalın sintez etməsinə xidmət edir.